Axşamınız xeyir olsun. Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Komandada biraz disbalans var idi. Çünki xeyli müddət oynamamışlar və komanda hamısı bir yerdə deyil idilər. Biraz xeyli rotasiya eləmişdik. İstər-istəməz oyun tam istədiyimiz kimi topla davrana bilmirdik və rəqib də ki ilk hissədə yəni buna imkan vermirdi. Bəlkə ilk hissəni hesablasaq, bəlkə də bir 12-15 dəqiqə top oyunda oldu, olmadı bilmirəm belə. Həm daha çox uzun top, həm daha çox mübarizə, həm biraz vaxt da uzanırdı sanki belə, biraz yəni demək olar ki, heç nə edə bilmirdik, düzün desəm. Yəni istəyirdik ki, daha yaxşı oyun oynamağa. Yəni 2 dəqiqə, 3 dəqiqə top oyunda qalmırdı ki, meydanda düzgün yerləşək. Amma ikinci hissə tam fərqli oyun oldu. Ola bilər ki, rəqibin də gücü biraz azaldı ikinci hissə. İlk hissədə çünki çox enerji itirdilər, həddindən artıq çox pressing elədilər, həddindən artıq çox mübarizə apardılar. Və ikinci hissə tam fərqli biraz oyuna alındı. Daha rahat oynamağa başladıq, daha düzgün yerləşməyə başladıq meydanda. Və belə şükürlər olsun Allaha çox vacib işğal qazandıq. Çox əziyyət çəkdi futbolçular. Sizləri də yenidən görmək xoşdur, çoxdan da görüşməmişdik. Və həm bizim azarkeşlərə, Tovuz azarkeşlərinə təşəkkür edirəm, gəlib öz komandaların yanında oldular. Və uğurlar atıyorum Turana. Buyurkan. Ağabeyim, nasıl təbrik edirəm. Yan tərəfində hazır 15 dəqiqə ərzində gördük. Bilbao da start yerini görmə ehtimalımız var. Qarşıda bir neçə gün vaxtımız, sabah da məşqimiz olacaq, sonra bir məşqimiz yenə olacaq. Baxacağıq, görək. Düzünü desəm, bugün biraz daha çox oynatmaq istəyirdim. Ən azından bir 30 dəqiqə planımda var idi oynatmağa. Sadəcə oyun biraz elə getdi ki, həm daha çox mübarizə idi, biraz ehtiyatlandım həm də. Həm meydança biraz çox sürüşkən idi. Ona görə biraz gec buraxdım ki, ən azından biraz hiss eləsin. Amma yenə də qarşıdakı oyunlarda, qarşıdakı məşqlərdə baxacağıq belə, yəni oyuna kimi lazım olan qərarı verəcəyik. Buyurun, növbəti sual var. Buyurkan. Bilbao məzərinə vaxtınız olursa, bundan sonra mı başlayacaqsınız? Tam eləməmişəm, amma maraqlanmışam, baxmışam belə. İndi bugündən sonra tam bütün detallara ayrı-ayrılıqlı daha çox diqqət ayıracağam. Ümumən belə baxmışam, ümumən belə maraqlanmışam, məlumatlanmışam daha doğrusu. Var mı? Sualın davamında verir mi? Yəni biz Atletik Bilbao ilə gözlədiyimiz Qarabağdan fərqli bir oyun görəcəyimi, yoxsa ki, bəlli bir sistemimiz var, onunla davam edəcəksiniz, ya misal üçün daha müdafiədən oynamaqla, daha cümlə oynamaqla? Yox, biz illərdir nə etmişiksə onu etməyə çalışacağıq, əlbəttə ki. Çünki bizim onu biz daha yaxşı eləyə bilirik. Yeni bir nəsə əlavə eləsək, biraz fərqli olar, amma oyunun gedişatında və yaxud bəzi rəqiblərə qarşı istənilən elə detallar var ki, onu biz, bəlkə siz kənardan bir o qədər hiss eləmişsiniz, onu biz oyunda həmin tapşırıqları futbolçularımıza əlavə veririk və onu yerinə yetirirlər. Çünki istənilən komandanın, belə deyək də, öz özəlliyi var, öz kozuru var. Onun qarşısını almaq üçün biz mütləq meydanda daha diqqətli olmalıyıq. Ümumiyyətcə, Atletik statistikaya görə ən dinamik futbol oynayan komandalardan biridir. Hətta statistika çıxmışlar da birinci yerdə idilər. Ona görə biraz diqqətli olmalıyıq. Belə mütləq çalışırıq ki, öz oyunumuzu daha da yaxşılaşdırmağa və rəqibin o dediyim öz oyun üslubunun qarşısını almağa mütləq. Amma nə qədər bizə rəqib bunu imkan verəcək, oyunda bunu istəyəcəyik, görəcəyik. Çox sağ olun, təşəkkürlər. Sağ olun, təşəkkürlər.